Zümrüd xanım yazır, hal-hazırda kiçik bir şirkətdə marketinq komandasının rəhbəri kimi olaraq fəaliyyət göstərirəm. Bundan əvvəl böyük bir holdinqdə marketinq mütəxəssisi idim. Orada biz strategiyalarla, verilmiş planlarla, büdcələrlə işləyirdik. Burada isə məndən sosial media dizaynı və post planı etməyim gözlənilir və nəticədə də yüksək geri dönüş gözlənilir. Mən tövsiyə eləyirəm, rəhbərlik tövsiyələrimi dinləmir. Bu vəziyyətdə nə etməliyəm? Zümrüd xanıma bir dənə keçmiş olsun deyək. Çünki vizyon problemi yaşayır o şirkətdə. Əvvəl böyük bir şirkətdə bir strategiya üzərində işləyib, böyük bir komanda ilə hansısa bir prosesi A-dan Z-yə uzun müddətli qurub. İndi ondan o boyda marketinq rəhbərindən SMM mütəxəssisliyi işi gözlənilir. Bu da bilirsiniz nədən asılıdır? Burada iki prosesdə də var. Zümrüd xanımın düşünürəm ki, problemi ondadır ki, Zümrüd xanım böyük ehtimal müsahibədə o sual verməyib. Ona ancaq sual veriblər. O da suallara cavab verib, onu sonra götürüblər işə. Ki, bu qədər peşəkardır. Zümrüd xanım sual verməlidir ki, məndən nə gözləyirsiniz? Mən nə edəcəm? Rəhbərlə görüşürəndə sualını verməlidir, məndən gözlənti nədir? Rəhbər orada deyəndə ki, post düzəldəsən, reklam eləyəsən, giveaway eləyəcəksən, nə edəcəksən. Onda artıq Zümrüd xanım tamamilə vizyon pozğunluğunun uzlaşmazlığını görəcəyik. İndi bəlkə də əmək haqqıya görə gəlib, bəlkə də kimsə referans eləyib. Yəni belə deyək də, mən bunu səhv adlandırardım. Özünə uyğun olmayan, vizyonuna uyğun olmayan, kapasitəsinə uyğun olmayan bir işə gəlib. İndi nə etmək lazımdır? İndi rəhbərə bunu detallı izah eləmək lazımdır ki, marketinq strategiyası nədir? SMM mütəxəssisliyi nədir? SMM zaten onun içində var. Gəlin biz birinci bu istiqaməti cızaq, ondan sonra bunu eləyək. Bunu bir neçə dəfə, bu bir dəfə ilə alınan şey deyil. Yəni, bir dəfə ilə hər şey alınsaydı çox da fərqli bir cəmiyyət formalaşmış olardı. Bir neçə dəfə tövsiyə edirəm ki, səbirlə, təmkinlə bunu yeritməyə çalışsın. Yox, sahibkar yenə də ondan SMM-liyi gözləyirsə, artıq mən düşünürəm ki, Zümrüd xanım orada tərk olur. Və zamanla o prosesləri icra edə öz işini dəyişməyində fayda var. Çünki o vizyonu biz sahibkara verə bilməyəndən sonra digər rəhbər və əməkdaşlardan da onu ala bilməyəcək. Gördüyü işdə bir faydası olmayacaq. Hər şeydə düşünürəm ki, əmək haqqı və maaş deyil. İnsanlar bəzən gördüyü işin bir dəyərini də görmək istəyir. Zümrüd xanıma məncə yeni qapılar açılması faydalı olar.